Herkese salam. Gəlin həndəsə əsas anlayışlarına aid belə bir sualın izahına baxaq. Deyir, BD şüası ABS'nin, BY şüası ABD'nin təmbəlləndir. İndi mən burada çox rahat işləyək deyə, deməli, bucaqları adlandıracağım. Bura X, bura Y, bura Z deyirəm. Deyir, BD şüası ABS'nin təmbəlləndir. Yəni, BD ABS'ni 2 yerə bölür. Baxın, bu ABY ilə BYD'nin cəmi CBD'yə bərabər olmalıdır. Qısacası X ilə Y-in cəmini bizə Z verib. Sonra deyir, BY şüası, baxın, da fərqləyək. Baxın, bu şüa. Bu şüa da ABD'nin təmbəlləndir. Baxın, bu da AY ilə BYD'nin bərabər olduğunu deyir. Yəni, bizə deyir ki, X bərabər Y-ə və YBS nədir? Baxın, bu hissə. Fərqli rəngindəyim. Bura bax, YBS buradır. YBS, yəni Y ilə Z-in cəmi də bizə 84 verir və ABS-nin, yəni X, Y, Z cəmini bizdən istəyir. İndi mən nə qaracam? Z nəyə bərabərdir? X, Y cəmini. Burada gətirib yerinə qoyacam. Y üzərinə gəlsin. X də gələ Y 84. X onsuz Y-ə bərabərdir. Mən X-in yerinə Y yaza bilərəm. 3Y 84. Y 28 dərəcə. Y 28 isə X Y-ə bərabərdir. Mən X də 28 dərəcədir. Və X ilə Y-in cəmi, yəni 56 da Z-ə. Z də 56-ya bərabərdir. Bizdən ABS, yəni 3-ünün də cəmini soruşurdu. 3-ünü də toplasaq 56 üzərinə gəlsin 56. O da cavabımız eləyir 112 dərəcə. Bu sualın izahı da bu qədər.